Ben sözüme Allah'ın adıyla başlayıram ve bir sevinç, gurur hissiyle başlayıram. Çünkü sizi görenler, sizin kimi gençleri olan ülke sözsüzdür ki Ermeni kimi, Ermənistan kimi namərd, şərəfsiz ölkəyə, insanlara qalib gələcək. Mən son əməliyyatlarda şəhid olan Azərbaycan əskərlərinin ruhunun hal-hazırda şad olduğuna arxayınam, əminəm. Çünki onların ardı var, onların davamı var. Azərbaycan torpağını qoruyacaq, Qarabağı qoruyacaq sizin kimi yüzlərlə, minlərlə, 10 minlərlə, 100 minlərlə Azərbaycan gənci var. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Ləbbeyk Yasin! Ləbbeyk Yasin! Ləbbeyk Yasin! Azərbaycan haqq yoldadır. Biz işğal olunmuş torpaqlarımızın azadlığını istəyirik. Bir xalq olaraq istəyirik və buna mütləqdir ki, inşallah tam olaraq nail olacağıq. Amin. Bu günlərdə şəhid olan şəhidlərimizin ruhunu şad etmək üçün və yerdə qalan əskərlərimizə, ruhiyyəsinə təsir göstərmək üçün, onları uğurlu addımlar atmaq üçün, onları həvəsləndirmək üçün bu kimi tədbirlər sözsüzdür ki, labüddür. Allah sizin hamımızdan razı olsun. Amin. Bu kimi tədbirlər Azərbaycanın son günlərdə atdığı addımlar, cəbhə bölgəsində olan qələbələrimizə bir dəstəkdir. Bu cür tədbirlər hər nə qədər ki, Qarabağda irəliləyiş olacaq, müharibə olacaq və torpaqlarımızın azadlığına qədər bu müharibə davam edəcək. Biz də bir Azərbaycanlı olaraq bu yolda əlimizdən gələni əsirgəməyəcəyik və buradan elan edirik. Mən də sizin də adınızdan, bura cəm olmuşsa sizin də adınızdan deyirəm ki, Qarabağ azad olunmayana qədər lazım gəlsə hamımız əskər olacağıq, əlimizdə qoyan işimizi, gücümüzü, təhsilimizi qoyub bütünlərdir ki, Azərbaycan ordusu sıralarında olub Qarabağın azadlığına inşallah sahib olacağıq. Tezliklə əmin edirik ki, Azərbaycan əskəri Azərbaycan bayrağını Xan kəndində, Şuşada dalğalandıracaq. Əgər ermənilər bununla sakit oturmasalar, Azərbaycan bayrağı Yerevanın hökumət binasının başında dalğalanacaq. İnşallah. Azadlıq hər bir insanın haqqıdır. Azadlıq yolu hər bir insanın yoludur. Azərbaycanın da yolu haqq yoludur. Müharibəsi haqq müharibədir və torpaqlarımızı tam azad olana qədər bu yolda davamlı olacağıq. Azadlıqdan şirin, azadlıqdan böyük bir nemət bu dünyada insan üçün yoxdur. Mən Allaha and verirəm, azadlıq şəhidi İmam Hüseyn əleyhissalama ki, bizim şəhidlərimizin ruhunu şad olsun vahəm inşallah. Amin. Bizim hamımızın dünyada nə qədər azadlıq yolu gedən varsa o İmam Hüseyn yolu gedir. Ləbbeyk Yasin! Ləbbeyk Yasin! İnşallah Allah'ın köməkliyi ilə qələbə bizimlədir. Allah sizi müvəffəq eləsin. Şəhidlərimizin ruhu şad olsun. Şəhidlərimizin ruhuna indi dini söhbət oldu. Bir dənə Peyğəmbər var. Peyğəmbərə salavat. Allahumma salli ala Muhammed ve ali Muhammed.